Bir həftə dedilər ki, bir həftə gözləməlisiniz, bir həftə sonra cavablar çıxacaq. Sevinç doktor var idi, sağ olsun. O qədər də belə gözəl adamla danışır ki, həqiqətən adam belə rahatlaşır da. Sonra orada elə bil gedəndə bir dənə izləyicimlə qarşılaşdım. Balaca bir qızı var idi, o da bizim izləyicimizdir. Yəqin ki, buradan bizi izləyər. İnanın, o qədər o uşağa pis oldum. Allah şəfasını versin. Təsəvvür edin o qız uşağına ayda bir 4 dəfə, 5 dəfə, hətta xanım dedi ki, əvvəl elə etsə, indi 10 gündən, 5 gündən bir gətirib həmin uşağa qan köçürülür də, yəni uşaq ancaq elə olur. Bu talisemiya xəstəliyi elədir ki, ömrünün sonuna kimi qan köçürtdürməlisən. Yəni elə ümumiyyətcə onun müalicəsi yoxdur, yəni ancaq ömrünün sonuna kimi ancaq gərək qan köçürtdürəsən. Biz də qorxduq. Dedim, inşallah Allahın izni ilə analizlərinin cavabı yaxşı çıxsın. 2 dənə qurban demişəm, qızlar. İndi inşallah 2 dənə qurban kəsəcəm. Sonra bir həftə sonra getdik, analizlərin cavabını götürdük. Həkim dedi ki, narahat olmayın. Bəs talisemiyanın özü deyil, sadəcə və sadəcə daşıyıcısıdır. Daşıyıcı da dedi ki, qorxulu bir şey deyil. Sadəcə analizlərini falan vaxtında verin və dəmir azlığı olur da uşaqda. Normal dəmirini verin, vəsə. Yəni belə talisemiyanın daşıyıcısıdır. Məsələn, gələcəkdə Melis talisemiyalı bir insanın ailə həyatı qura bilməz də, özünüz də bilirsiniz. Ümumiyyətcə talisemiya 2 nəfər əgər olarsa, uşaq xəstə doğulur, xəstə dünyaya gəlir. Yəni belə deyir, başqa bir şey yoxdur. Mən illərdir daşıyıcısıyam. Hə, deyir, bacı, daşıyıcısı olmağın qorxusu yoxdur. Əgər deyir, daşıyıcısansa, daşıyıcı olmağın deyir, ziyanı yoxdur. Əsas odur ki, talisemiyanın özü olmasın. O qədər pis bir şeydir ki, qızlar, heç bir valideyni arzulamıram. İstəyir belə gözümün düşməni olsun. Yəni, onlara belə arzulamıram. Yəni, Allah heç bir valideyni, yəni övladı ilə sınağa çəkməsin, heç vaxt. Biz bir həftə nələr çəkdik, onu tək bir Allah bilir də, yəni o qədər pis olduq. Yəni nə bilim, nə qədər buradan sizə danışsam da yansıta bilmərəm də çəkdiklərimizi bizim. Allah bütün xəstələrə şəfa versin. Hədiyyə vermə özəlliyi 10 dəqiqə sürəyə askıya alındı. Bildim də tamam deyirəm, nə deyirəm? Hədiyyə atmayın da. Niyə belirləyir bu canlı bacı, mən başa düşmürəm. Nədən şübhələndiniz? Şübhələnmədik, bacı demirəm. Melis yıxılmışdı, apardıq xəstəxanaya. Sadəcə dedim, yoxladaq görək nəsə zədələnməyib ki, sirkələnmə falan olmayıb, ona görə aparmışdım. Əmicil gəlməyəcək. Hara bacı? Qaynatamcil deyirsən? Amin inşallah. Allah heç bir valideyni balası ilə sınağa çəkməsin. Heç bir uşaq xəstə olmasın inşallah. Mən orada getdim, gördüm qızlar talisemiya xəstələrini. Allah andolsun, o qədər pis oldum ki, Allah valideynlərinə səbir versin inşallah. O da talisemiya elədi ki, ömrün sonuna kimi, yəni gedəcək bir şeydir. Onun heç bir müalicəsi yoxdur. Elə ömrün sonuna kimi ancaq gedib qan köçürtdürməlisən. Sabah vlog paylaşacağım qızlar. Başım qarışıb həm uşağa, bilmirəm, valla uşaqla da mamam gəlib, düzdür, Allah kömək olsun. Allah bütün valideynləri qorusun. Mamam gəlib kömək eləyir. Mamam olmasaydı yanımda, nə bilim yəni. Yenə mamam burada olur. Gedirik evə baxırıq, uşaqla məşğul. Belə pis məsələn, mamam olanda mən rahat oluram da. Yaxşıdır uşaq. Şükür bacı, yaxşıdır. Min şükür Allaha. Çox sağ olun hər biriniz. Allah hər birinizdən razı olsun. Xoş sözləriniz üçün, dualarınız üçün. Yaxşı ki varsınız. Allah hər birinizi qorusun. Allah o gözəl qəlbinizə görə versin inşallah. Melis yatır hücumuna bax. Bayaqdan çıxartdım çölə, qızlar yoruldu. İndi də yatmağa hazırlaşır. Əslində qızlar, heç aradan hiss eləmədim. Demirəm, uşaq yıxılmışdı. Apardım prosta xəstəxanaya. O da talisemiya özü deyil, daşıyıcısıdır. Yorulub. Bayaq çıxartdım çölə. Yəqin Instagram storylərində gördünüz. Çıxartdım çölə, biraz orada uşaqlarla oynadı, elədi. 1 saat. Çölə çıxanda yaxşı olur. Amin inşallah. Allah bütün valideynlərin köməyi olsun. Allah heç bir uşağı xəstə eləməsin. Onlara gələn bütün dərd, bəla, ağrı, acı bizə gəlsin valla. Nə var hamısı bizə gəlsin də, yəni uşaqlara heç nə olmasın. Uşaqlar sağlam olsun inşallah. Mənim qaynanam daşıyıcısıdır. Yəni daşıyıcı olmaq deyir pis bir şey deyil də, yəni qorxusu yoxdur.
Belə xəstəlik kimi getmir də, yəni. Dəmir versən də bacı deyir, daşıyıcılığına görə dəmir verirsən. Bir də vaxtında aparıb yoxlatmalısan. Zaten məni bilirsiniz də, yəni mən məsuliyyətsiz insan deyiləm. Ümumiyyətlə uşağa qarşı, özümə qarşı məsuliyyətsiz olaram, amma uşağa qarşı qəti sürətdə, yəni məsuliyyətsizlik etmirəm. Çünki yəni Melisin vaxtında, yəni çox üzr istəyirəm. 2 canlı olanda belə mən vaxtında həmişə yoxlanışlara getmişəm. Yəni Melisi hər dəfə yoxlanışa aparmışam, hər ay. Yəni UZI olsun, hər bir yoxlanışını eləmişəm, hər bir testlərini vermişəm. Yəni mən səhlənkarlıq eləməmişəm. Çox sağ olun qardaşım, Allah köməyiniz olsun. Yox bacı, talasemiyanın peyvəndi olmur. Ümumiyyətlə talasemiya əgər ata-ana... Yəni mən xəstəxanada qarşılaşdığım xanım deyir ki, bizdə evlilikdə çıxmamışdı. Yəni bilməyiblər. Melisdə talasemiya deyil, talasemiya daşıyıcısıdır. Daşıyıcı da olmaq, necə deyim, xəstəlik kimi sayılmır da qızlar. Bilirəm, düzgün qidalanmalıdır, normal. Ümumiyyətlə, anam burada olandan sağ olsun. Vaxtında, yəni mən məsələn, bilirsiniz qızlar, mən evə falan gedib baxanda, uşaq da, mən köməyim yox idi. Yəni, hara gedirdim, Melis mənim yanımdaydı. Ona görə istər-istəməz uşaq normal şəkildə, necə deyim, qidalanmır da. Ona görə mamam sağ olsun, gəldi mənə köməyə. İndi vaxtında normal qidalanır, hər şey yaxşıdır. Melis xəstələnmir. Qızlar, heç bu talasemiya bir qırağa, Melis ondan da sonra elə bil bu analizləri verib gözləyəndə də başladı xəstələnməyə. Elə bil ki, grip oldu da. Burnu axdı, uşağın burnu tutuldu, grip də bir yandan. Nə qədər də grip oldu. Arıqlayıb, əfsanə də xəstələnib buna görə. Xəstələnib bacı, neçə vaxtdır? Virus gəzir pisdir. Hamıda var, bilirəm, Qızlar, zaryatkam çox azdır. 8% zaryatkam var. Canlını bağlayıram. İstədim sizlə söhbət edeyim biraz. İndi canlını bağlayıram. Həqiqətən də çox təşəkkür edirəm hər birinizə. Yaxşı ki varsınız. Xoş sözləriniz üçün hər birinizə təşəkkür edirəm. Minnətdaram. Allah hər birinizdən razı olsun. Sizi çox sevirəm. Yaxşı ki bizim izləyicilərimizsiniz. Yaxşı ki varsınız. Allah hər birinizi qorusun. Canlını indi bağlayıram. Sabah vlog gələcək YouTube kanalıma. Əgər YouTube'da izləmirsinizsə, YouTube'da kanalımızı izləməyi unutmayın. YouTube kanalımızın adı Tacir Səadət Ailəsidir. İnşallah ki sizi YouTube'da gözləyirəm. Yeni evimizin videosunu orada paylaşım eləmişəm. Melis'i görsək sonra bağlı. Melis deyir, xoruldaya, fısıldaya yatıb. İndi qızlar, deməli nə edirəm? Melisi yatışdırıram, keçirəm buraları yığışdırmağa. Buraların halına baxın. Oyuncaqları töküb, bayaqdan oyuncaqlarla oynayır. Xoşladığı oyuncaqları yığmışam ora. İndi Melis yatdı, aparıram yerinə qoyum. Mamam da yatıb. Tacir də dostunun ad günü var, oradadır. Mən də canlımı bağlayayım. Çünki zaryatkam çox azdır. İstəyərdim sizlə biraz söhbət edeyim. Amma zaryatkam azdır. Salam Talih qaqam, necəsən? WhatsAppda yazmışsan, baxacam. Daşıyıcı çıxdı, bəli. Mən Interracial 2-də olmuşam, bəli. Yox, xəstələnib bacı, üstünə sağlıq. Təzə sağalır. Heç nə, arkadaşlar, canlını bağlayıram. Bir daha hər birinizə təşəkkür edirəm. Çox sağ olun. İnşallah sabah YouTube kanalımda vlog paylaşacağım.